Hədis oxuyun İmam zamandan deyir və cəalu qəstəkum ileyna, məqsədinizi bizə tərəf yönəldin, rolu bizə tərəf döndərin. Getməyin onun dalıcan, dünyanın yadını dalıcan. Niyyətinizi döndərin bizə tərəf. Namazı öldürən qardaş deyirdi, oturmuşdu, söhbət edirdi, deyir, bir dənə müşkülüm vardı, səhərə qədər namaz qıldım. Səhər müşkülüm həll olandan sonra gördüm, bir dənə namazım Allaha görə olmayıb, hamısı o müşkülə görə olub, qürbətən o müşkül olub. Qürbət ona müşkül olub. Baxın, adam qürbətənli müşkül namaz qılanda müşkülü həll olur. Gör, qürbətənli Allah namaz qılsa nə olar? Başa düşdünüz? Həzrət buyurur ki, qəsdinizi döndərin bizə tərəf. Bil məvəddəti ələs-sünnə. Özdə qaydası ilə bizə məhəbbət eləyin. Biz necə sizə göstərmişik, Şeyx Bəhai bir oyun çıxartdı, imam zamanı tapdı. İmam dedi, düz gəlmirsən, amma get, təzədən gəl. Bu yolla bizim yanımıza gəlmir. Get təzə gəl. O sünnəti qayda nədir? Bizim yanımıza gəlməyə imam deyir o cürə gəlin. Siz də gəlməsiniz, biz sizin yanınızda olun. Siz Peyğəmbərin sünnəsini, Allahın dininə, hükmünə əməl edin, biz sizin yanınızda olun. Elə? Və yuxu ilə, yadına yox. Yuxuda mən ağanı gördüm, yuxuda Peyğəmbəri gördüm, yuxuda imamı gördüm. Dünən də şümrü görmüşdüm da. Dünən şümrü görəndə kafir olmadın, nə oldu? Bir Peyğəmbəri görəndə oldun bir nömrəli mümin. Elə deyir. Belə şeylərdən uzaq olun. İndi qanunu, siz ibadət itaət edin, heç bizi axtarmın, biz gəlib sizi tapacaq. Elə deyir. İmam zaman Allahın sevdiyi bəndəsi deyir. İndi sən də gətdin özünü çıxartdın bir yerə, oldun Allahın sevimli bəndəsi. İmam zaman ki, indi 2 dənə mümin harada olur, bir yerdə olur da. Elə deyir. Bizim tərəfimizə deyir, o qanunla gəlin. Fəinnil əmanun fil ərz. Mən yeryüzünün əmanıyam. Kim mənə tərəf gəlsə, mən ona sığınacaq verəcəm. Amandadır. Gəlin mənim tərəfimə. Qulubuna əv'iyyətun liməşiyyətillah fəizə şəə şeyina. Özdə bizim qəlblərimiz, İmam Zaman deyir, Allahın məşiyyətinin qabıdır. Allah nə istəsə, biz də onu istərik. Sizi başqa yerə aparmarıq. İnna qeyri muhmili ilə limuraatikum və la nasinə li zikrikum. Siz arada məni yaddan çıxardırsınız, imam deyir. Çətinliyə düşəndə məni yad edirsiniz. Ya namazın dalıcan elə vərdiş eləmişsiniz duayı fərəz oxumağı. Amma and olsun Allaha ki deyir, inna qeyri muhmilinə limuraatikum. Biz sizi qorumağı heç vaxt tətil eləməmişik. Heç saat və saniyədə sizi qorumağı tətil eləməmişik və la nasinə li zikrikum və heç vaxt da sizi yadımızdan çıxartmamışıq. Bizim gecə-gündüz dərdimiz ancaq şiələrimizdir. Bir də nə deyir? فَاِنَّا يُحِيتُ اِلْمُنَا بِأَنْبَائِكُمْ وَلَا يَعْزُبْ اَنَّا شَيْءٌ مِنْ اَخْبَارِكُمْ. Bizim elmimiz bütün sizin işlərinizin hamısını əhatə eləyib və sizin heç bir xəbərinizdən biz qafil deyirik. Nə başınıza gəlir, hamısını bilirik. Nə işlər görürsünüz, hamısını görürük. Sizə nə əziyyət verir, hamısını bilirik. Narahat olmayın. Təki siz bizim yanımızda olasınız. Təki siz bizim yanımızda olasınız.